Neftçi klubunun vəziyyəti niyə zəif mərhələdədir? İlk növbədə Neftçi klubunun vəziyyətdə zəif mərhələdə olmağı bizi üzür, futbol sevərləri üzür. Azərbaycan Premyer Liqasının səviyyəsini biraz aşağı salır. Neftçi klubun vəziyyəti yaxşı olmağı həmişə Azərbaycan Premyer Liqası səviyyəsini qaldırmışdır və bu digər klublara, Çempionlar Liqası, Avroliqa, Konferans Liqası, yəni iştirak edən klublarda öz xeyri dəymişdir. Belə deyək, bizim hal-hazırda Qarabağ futbol klubu Çempionlar Liqasına iştirak edir. Yəni o səviyyədə, o tempdə Azərbaycan Premyer Liqasında olan komandalar oynasa, bu Qarabağın, futbolumuzun inkişafına gətirib çıxara bilər. Bu vəziyyətdə Neftçinin olmağı məncə vahid sistemin olmamağıdır, tez-tez məşqçilərin dəyişilməyidir və hər məşqçinin öz, belə deyək, oyun üslubu var və həmin oyun üslubuna görə oyunçular transfer edir. Hər məşqçi gəldikdə öz oyun üslubuna uyğun oyunçu tapmadıqda və yaxud hansı bir sistemi formalaşdırmaq üçün müəyyən zaman lazımdır hər bir məşqçiyə. O zaman ona verilmədikdə belə uğursuzlar gətirib çıxara bilir. Yəni biz nəzərə alsaq ki, son illərdə Neftçi futbol klubu məşqçiləri tez-tez dəyişilir və bu da öz növbəsində sistemin pozulmasına gətirib çıxara bilir. Hər hansı bir məşqçiyə bir müddət deyəndə, yəni uzun müddət belə deyək, güvənib arxasında durmaq lazımdır və o lazım olan oyun üslubunda oyunçuları transfer etmək lazımdır ki, bu Neftçi futbol klubunda oyun sistemi formalaşsın. Hal-hazırda Neftçi futbol klubunun şəraiti, maddi cəhəti, oyunçu keyfiyyətləri yetəri qədərdir. Sadəcə o sistem oturana qədər hər hansı bir məşqçiyə mən sevinərdim ki, Azərbaycanlı məşqçi olmağı daha yaxşı olardı.